Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Möhtəşəm bir 2 mərtəbə ev təqdim edirəm sizlərə. Nə az nə çox 6 sotun üzərində inşa olunmuş, şəxsi özünə tikilmiş, bağlı bağçalı bir həyət evidir. Evimizin həyətində kifayət qədər yer var ki, istifadə etməkdən ötürü sağında, solunda keçməyə yer var. Sahibi burada toyuqça saxlamaq üçün də yer saxlayıb evin dörd bir tərəfinə fırlanmaq mümkündür. Həyətində də meyvə ağacları yetərin qədərdir, xar tutundan belə var və eyni zamanda dəyərli izləyicilər, evimizin obyekti də var. Hal-hazırda işlək vəziyyətdədir. Onu da sizlərə təqdim edirəm. Burada əlavə tikililər də var. Bu salondur. Birbaşa yola çıxışı var. Bu evə məxsusu qiymətə də daxildir. Evin qiymətini videonun sonunda qeyd edəcəm. Ünvanımız Biləcəri qəsəbəsidir. ATV villalar kimi tanınan bir ərazidir. Çox gözəl bir yerdir. Tam mərkəzdə yerləşir. Həyət üçün sanitar qovşağı evin sağına da keçmək mümkündür. Deməli, evin üzünün bir dənə çatışmayanı çöl fasaddır. Yəni, yerdə qalan bütün hər şeydə öz qaydasında, keyfiyyətdə də söz ola bilməz. Kürsülüdür, mərtəbə arası monolit betondur və eyni zamanda dəyərli evin üst damı da 3-cü mərtəbə üçün nəzərdə tutulduğu üçün orada monolit betondur. Yəni, bu evdə 2 monolit beton mövcuddur. Yəni, həyətinin genişliyinə, gözəlliyinə də söz ola bilməz. İdeal ərazidə işdir. Yağışdan sonra çəkiliş eləmişik. Bir qan belə su yoxdur. Yaşayış ərazisi də təxminən 300 kvadrata yaxındır. Kürsülüdür. Girişdə xol hissəsi mövcuddur. Koridor da genişdir. Otaqların ölçüləri də genişdir. Sağ tərəfdə qonaq otağı yerləşir. Təxminən 50 kvadrata yaxın olan qonaq otağı mövcuddur. Dəyərli izləyicilər, möhtəşəm bir evdir. Allah alıcısına xeyirli qismət eləsin inşallah. Tavan hündürlüyü 3 metr 20 santıdır. Evimizin birinci mərtəbəsində olan mətbəxi təqdim edirəm sizlərə. Sanitar qovşaqlar burada ayrı-ayrıqdadır. Təmirli vəziyyətdədir. Deməli, birinci mərtəbədə əlavə olaraq köməkçi yataq otağı mövcuddur. Və dəyərli izləyicilər, birinci mərtəbədə belə bir pilləkənin altında qardırop yeri də var. Ev sahibi buranı qardırop kimi istifadə edir. Möhtəşəm bir tikilidir. Qalxaq ikinci mərtəbəyə. Evin ikinci mərtəbəsi istifonla təchiz olunub. Koridorun enliyi təxminən 3 metrə yaxındır. Balkon da mövcuddur. Yataq otaqlarını təqdim edirəm. Ən balaca otağın kvadratı 25 kvadrat. Ən kiçik otaq. Sanitar qovşağı ikinci mərtəbə üçün. Sənət sərəncamda tikinti təyinatı olan sənətdir. Növbəti yataq otağı. Bütün otaqların da pəncərəsinin qarşısı təbii ki açıqdır. Çox elitli bir ərazidə yerləşir evimiz. ATV villaların tam mərkəzi. Üçüncü yataq otağı. Və burada sonuncu, dördüncü yataq otağı, dəyərli izləyicilər, təmirli vəziyyətdədir. Şəxsi mülkdür, çox keyfiyyətli bir evdir. Start qiymət 250 min manatdır bu evin qiyməti. Real alıcıda ev sahibi tərəfindən endirim olunacaq. Sənəd 2007-nin qərarıdır, milli arxiv sənədi mövcuddur. Real alıcılar gün istənilən vaxtda buyursunlar, evi də təqdim edə bilərik.